Məmməd deyirəm ki, o sən deyir, Zahid müəllimlə bir yer deyir, indi gəldim bir yer var, ora çox əsəbi idi, çox əsəbi idi. Zahid müəllim deyir mənə, elə şeylər dedi, elə şeylər dedi. Qulaq, bir dəqiqə gözlərə fikrimi çatdırım mənimə. Sən elə dəhşətsən, Eşət müəllim ziyaladan düşünür, bilirsən, elə Toşun mənim babam gibi ki, deyir mənə dedi ki, Arzu, bilirsən nə var, sən ailədə hörmət eləyən adamsan da, balalarına hörmət eləyərsən. Əsəbi şərəkələ durdu, ayağa dedi, sabahdan çəkil, Eşadı qəbul edirəm sabahları. Şəxsən mən özümdə, ailəmdə Zahiddən çox yüksək adam. Конечно, çox yüksək adam. Çox yüksək adam. Çox yüksək adam. Nə qətillərdə iştirak eləmişəm, nə də adamı vuram. Ay sağ ol. Deyir mən onu qəbul edəcəm, dinləyəcəm hamısını. Ondan sonra sən... Mən dövlət çevirişlərində iştirak eləmişəm. Ay sağ ol. Cəmaat görür, kimdir. Hə, deyir, ondan sonra sən deyir, çəkil. Eləməsən ki, qışqıra veya yeri. Ay şişi. Cəmaat görür, Zahidi tanımır, onu tanımır. Ay mən gördüyün nə fərq edir? Kişi söhbət eləmişəm, sən də kişisən, kişi söhbət tanımır. Belə bir adamın vazifəsi. Adamın sizə pis görür, birdən Allahsız danışmayın. Sizin üstünüzə cümanda hücum eləyəndə Moskvadan gecə ilə Bravo, o bilirsən nə var? Mənim qardaşım olur, nə cümam elərim? Allah sağ oldu, olmadı, bu boyda hadisə var. Bu da belə başımızı çörmə işətməyəm. Sən bunu bir başa sal. Röşürük buradan ama röşürük. Düşən mən yoxladım belə yapışım. Aranızda zayıf oturup orada ailesiyle bir yerde o baş prokurorun ne? Ne olsun baş prokuror, ne olsun? Çıktı sen kurdu, sen ne danışın? Şu an öldürür da. Bravo, mənim qardaşım 9 ayda haradadır. Nə Ramiz Özəvə? Ramiz qardaşım olurlar. Bir sənə var, mən sənə söz deyim. Filan yerdə yatdı ya. Bravo, Yazın. mənə də bağışlayın. Nə yazıb? Cəmanın 9 ayda Dur bir dəqiqə, dur şey intervyusun. Belə şey olar. Nə Ramiz Özəvə? Ramiz Özəvənin arvadın qardaşının olursa dözər buna. Mən də çox Filan yerdə. Sən də çox əsəbsən. Yox, niyə əsəbi zat bilir? Əsəbi zat bilir. Cəmanın olmaz. Deyil, bərabər ki, düzsün. Ha, bəlkə qadın başı olur, bəlkə bunu da yoxdur. Qadın olub deyil, bir bismillah deşmişsən. O qoca hamısını bilir, arzuluq. Ha, mən nə alarım? Heç arzuluq deyil, ay mənim arzuyu yazmam gəlir şəxsən. Mənə nələr deyirsən, mən gətirdin, o da saldım bana. Mənə nələr deyir. İndi nə deyirsən konkret? Konkret dedi, Zahid müəllimlə deyir, çox əsəbiyəm deyir, Zahid müəllimlə deyir, bir saatda Zahid müəllimlə çənəli qoz olmuşuq deyir, da əsirəm ha deyir, təsəvvür elə. Burada nətər oturmuşam, bilmirəm. Mən onun başını çəkirəm. Mən dedim ki, mən evlənizin başından bir tükəsliyi olanda, mən elə bilirəm ki, mənəvi cəhətdə... Nə xox elləri? Söhbət eldənizdən getmir, mən eldənizə görə gəlmişəm sizin yanınıza. Mən indi elə bir çəkildim, gördüm, mən neyirəm, mən sadəcə burada sakitlik yaradıram, Allah evlərini yıxsın, o onunla, Eşadla sən niyə vuruşmalısın, niyə dalaşmalısınız, axı Eşad sənə nə pislik eləyib də, sən Eşada nə pislik eləmirsən, niyə siz vuruşmalısınız, axı dövlət səviyyəsinə çıxarsınız, vuruşarsınız, nə olub axı sizə, nə əvizəz ki, düşür ki, deyirik mahir gəlsinlər, demirik bunlar vuruşsun, buyur. Bizə nə iş, Bizim sözümüzün canı budur. Siz zəhər yiyəsiniz, pulağı bunları Allah doydur. Raka xəstəsi, xaşlasınlar. Amin. Əgər müəllim, sənə bir söz deyim, sən mənə inanırsan da, heç nə demirəm, bax, üstümdə Quran var burada. Bu Quran mənə qəbul olsun. Əgər mən bir köpük onlardan pul almışamsa, kəfənimə verim. Bax, bu Qurandır. Qurana da inanırsan, tərtəmizəm. Əlimi qoyub, sənə and içirəm. Mən nə pul almamışam, nə pul görməmişəm, hər kimdə pul alıbdır, məndən xəlbəki ifa, elə parsın kəfənlərinə versin, heç nə. Raka xaşlasın. Amin, ya Rəbbim, ya Rəsulallah, rövşanətlidir nə bunun, o mənə xırda para elədiyi, O kimi eləcə görəyəsən, rak kimi görəcəyik. Biz, Rövşən xanım, nə güllədən qorxan adamım mən. Mən qorxan adam deyiləm. Nə türmədən qorxan adamım mən. Nə də hökumətdən qorxan adamım. Qanun var, qayda var. Axırıncı sözü qanun deyir. Biz mənə qoyuşumuz asan deyildi. Məni evdən çaşırdı. Mən həyatımda bu qədər çaşmamışam indiyə qədər. Allah hamdolsun mən evdən çaşırdı. Düz deyir. Allah düz deyir. Mən həyatımda bu qədər çaşmamışam. Kimdə o? Nədə o? Mən Rövşən dedim. Mənə bax, zəng eləsin ki, mənə qəbul eləməsin sabah. Mən istəsəm sabah qeyb oturarım onu qəbul, başlarsan. Mən deyəsin qəbul eləməm. Ona deyəcəklər ki, Elşad müəllimi qəbul olur, sonra evə gedir. Mən onu elətdirərəm. Amma mən istəyirəm ki, hər şey sülh yolu mənə eləyir. Gəl eləyiyyətdə sülh yolundan. O mən nə qədər, bütün daxil işlər nazir mənə tanıyır. Mən bir də hansı zəngizin həmin dəqiqə mənə qəbul yaparım, hara deyirsən aparım. Halım pisləşdi mən, dəyək. Görmüşdüm ki, zərər çəkənə hörmət eləyərlər. Görmüşdüm zərər çəkənə cümləsini qoyarlar. Görmüşdüm zərər çəkənə bir şey deyil. Hörmət edilir. Zərər çəkənə naizdir. Necə nə edirsiniz? Bura bax, bir qardaşımı oxuyur. Deməli. Elə sənlikdir bu iş. Elə bu iş sənlikdir. Yəni bu naiz eləyənlikdir. Cəmat şöyle ağır. Mən deyil, mən müştid. Mən Məsələn, Röşdənin mənim yanımda. Elizdir. Arzu. Baxışım bunlar. Mənə bunlar. Məsələn də mən eşitdiyi şeylərdən işdən havalanarsan, əsirəm, valla mən bu şeyləri danışıram. Öyle deyim. Sən dedib kim bu?
Rövşənə xanım, Kim deyirsiniz? gəlmirsən hadisədən bir həftə sonra kamuya, o boyda general. Mən hadisədən bir həftə sonra görürüm. Oktyabrın 27-si mənim ad günüm oldu. Lap bir aydan sonra. Noyabrın 1-də. Lap noyabrın 1-də. Dəqiq yadımdadır. Noyabrın 1-də birinci Daxili İşlər Nazirliyi dedi ki, gəlməliyəm, mən bu işə eləyəcəm. İnanmadım. Noyabrın 1-də Çiriz Arzuş gəldi bura, getdi mən kamuya. Həmin gündə məni Milli Təhlükəsizlik Nazirinin Namiq Abbasov qəbul edildi. Məni qoymadı onun qəbuluna getməyə. Düzdür. Ki, mən bunu həll edəcəm. Bunu mən, öyle də. İndi də sahibi. İndi gəlirsən, sən ona konspekti verirsən, bunu elə, onu elə. Mən də bağcaman sən uşaq satdır, nə hesab edəcəksən? Abi kimin deyirsiniz? Mən qulaq asım. Necə adamdır? Mən nəyə deyirəm? Sənan deyir, yazıb ki, 3 gün yaşat məni tutub saxladı o. Qardaş, gecə Mahir Sənana görə məndən pul istəyir. Mənə görə pul istəmir ki. Mahirin bütün bank əməliyyatlarında Sənanın imzası var. Onu mən demirəm ki, mənə 3 Türkiyə saxladı, burada belə oldu. Əgər Sənan söz istəyirsən, Quduruşun sözü istəyir. Onda ən böyük söz elə mən deyirəm. Olmaz məmləkətin başçısı. Onlar Rövşün niyə bilir? O olmaz. Kül oldu məmləkətin başçısı. Elə kül olsun, bəllim. Kül olur. Kül olacaq da. Görəsən də. Axırına baxdıq bu işlər. Sən görəsən. Sən də bu işlərin axırına baxarsan. Mən bu qulağa edirəm. Baxarsan bu işlərin axırına. Çox pahalı olunlar. Belə hər adama qismət olmur. Adam günahsız şeylər eləyəndə Mustafa Valide Sumqayıtın korrupsiyası nəyəsə qoraq deyirlər. Axılına gəlməzdi ki, Mustafa'nın nəyəsə 14 il iş verirlər havalanıb türmədə. Çünki cəmaatı belə eləməkdən. Bankizmdəki Vaqif güllər gecə ilə ürəyə partladı. İnsanlara işgəncə verib öldürürdü. Bu Allah elə şeylər var götürmür. O sürü kimi. Ay bunları batsınlar öyle. Mən ona da Ay nəyə lazım? Üzümdən iş Bu sahib özün mahsissən. Nəyə lazım? Qulaq as. Sən Hüseyin mənim yerlisiyəm və qoy gəlsin ekologiya fakültəsinə zam dekan qursun məni. Hansı Ermənistanı? Hansı Ermənistanı? Ha bax deməmişəm. Ha buna bir deyirəm. İndi də hesab aldım. Fikir vermədən əsəbləşmə. Ay sağ ol. Deyim belə olmaz. Evlənmədik burada nə olur deyirsən. Apa gedib deməyim ki evdən öldürürlər. Evlənsin mən söz görmürəm. Şimdi görüm ki ilə bir söz söylüyor. Tərbiyəsiz deyim mən bunu deyim. Ay sağ ol. Deyib deyirəm evdən öldürürlər də bu hadisəni qurtarmaq deyil. Bunun başı da budur, deyim başı da budur, gözü də budur bildik. Bu nə vaxt bunun başı götür qurtarır? Bunu denəm mən. Deyirsə baxlama Allah qoysa konkretləşdirəcəyik. Dünəndən sənlə görüşəndən sonra bax atamın üz qoyduğu torpaq haqqı zaten mənimlə görüşdü. Zaten ona dedi hazır ol yola çıxacağıq. Sənin söhbətindən sonra o oru ilə danışdıq, getdilər Qusara. Özdə Qarabulağa da yox, birbaşa Sedikaya. Gecə, neçə idi izalarla mən ayrıldım, sən İki yansıdır. İki olmazdı. Sənin axırıncı zəngin nə vaxt idi? Evlənibdən qoydum, Zaur çıxdı. Zaurda o uşaqlar var idi, Zahid mənim tapşırmışdı, onlarla sən gəl. Zahid mənim istəyirəm, evlilik sistemində adamlar var, onları qoşsun bu işə də. Özünün adamları var, har varsa özü ilə. Özündə oranın sistemi iştirakındadır, amma gəlmirlər də, başa düşdüyündə nə deməkdir o? Ora getməyəm xəbər. Zaurla apardı Zaur onları ora. 6-ya 20 dəqiqə qalırdı, yatmamışlar hələ. Zahid mənim şeyi... Zahid mənim bilir ki, Zaur çox daston uşaqdır, ürəkli uşaqdır. Mərddir. Mərddir, arzu taydır. Bizim ürfaqın yetişdirməsidir ona görə. Arzu taydır. Ürfaqın uşaqlar hamısı. Dolsun Allah nə yalan. Arzun qoyasın tikir, bu nə də? Panaya qoyaq. Panaya Biz bir daha öldürürük. Dünən deyirəm, deyirəm, bu nə bir iş görərlər ha. Birləş bu nə də? Həyatımda mən belə şey görmürəm. Simitin gün. İnan Rövşənə xanım, Allah'ın dostu, üzünə deyim, mən belə şey görmürəm. Müəllim, şeylər oldu ortada da, bilirik də və hamısını bilirik də. İndi bu elə olmalıdır ki, sən mənim dediyimlə əsaslandırılıb buna bir peçət vurulmalıdır. Ay sağ ol. Sən sabahlan bir adam qarşına deyirsən, qoduq, hürmət, mənim qardaşım işi yerində deyir. Get bax, gör hadisələr necə olubdur. Sənin danışmağa haqqın yoxdur. Mənim qardaşım... Nə deyə bilərik, qələt yox, mənim qardaşım dövlət xainidir. Mənim qardaşım oğurlanır, budur. Hər şeyin başı Zahid mənimdir, sən bilmirsən. Adigey Çerto, Musigecini Maga, Cornu Maga, Narik, Magəmmədin oğlu Zaurla Oksfordda bir yerdə oxuyub. Vasif Talbovun oğlu İzikdir. Zaurdur, Margaret Thatcher'in oğludur. Maga Chico Coco'da şey... Oksfordda. Maga Chico Coco'da, Kingo qardaşlar. Ay sağ ol. Bunlar hamısı bir yerdə oxuyub. Zaurun da xətiri nətər Bunların uşaqları da. Quranan da olsun, hamısı. Bilsən nədir, bax belə. Maga, Chico, Kingo qardaşlar. Çörnü Maga deyirlər də, o Çörnü Maga da alıb satdığı adamın qiyməti yoxdur ha. Elə adamda. Deyib təhlükəsizdən təminat alıb... Əsl Şərəfəddindir. Hə, Şərəfəddindir. Şərəfəddinin adı oldu Çörnü Maga. Deyib yalanlandı, buna bax, gülür. Yox, valla Mahir Sərgimiz evləndi. Allah'ım. Mənim Mahir Sərgilə nasıl nə olacaq, sən bilsən. Dedik də da. Ondan sonra... Xoşbəxt olsun. Fatmiyeli zadı götürürsən. Bura zadı qoyuruq, çıxıb getirik. Bura Allah vurub, qoy Bunlar rəft yetim olsunlar. qoy gedir. Bunlar çıxıb getsinlər. Mən Allah'ım olsun, mən
qeyrətimi bilmirsən sən. Arzunu da geri gələndə götünə baş soxuram. O birisini də, bu birisini də, o birisini Bugün nə elədi buna? Deyir ki, işini bir iş görürlər. Deyirəm Arzu müəllim. Dünən dedim, mən başa düşəmirəm sən bu nə iş görürsən. Bir iş görürlər. Deyim də gəlib dirənib kriminalda durur. Gücü çatmalıdır. Adı gey, kişidən ötürü ölür. Vəlinin kirvəsidir. Təsəvvür edirik. Vəlinin aparıb olunca bizimkilər filansdır. Uşaq gətir, biraz buramaq görərsən də mən gəlib. Kral deyil o uşaq. Ata bunu haqq. Yox, mən bu şeylərə getmirəm. O uşaq elə uşaqdır. O qorxmaz uşaqdır. O 501 prezident aparatından nömrə alıb maşın, bir dəqiqə, B6 ilə Peugeot gəzir də Zarun dağında. Bilirsən də bu dəqiqə zbanya, bir dəqiqə heç kimi də saymır. O niyə elədir? Deyir, adam haqqını iş görər. Nahaqın pulunu da yemək olmaz. Nahaqın çörəyini yemək olmaz. O çox yaxşı uşaqdır. Mən ona baxıram, deyim, bala, sən bu şirin çay yemişlərə oxşamısan. Bu acı çay içmişlər, məni öldürürlər. Quran Allah, bir adə zəhv vurub ki, Arzu evə zəhv vurmayıbdır. Az bu kişini öldürüblər, yəqin. Bu halda telefonla danışır, Arzu zəhv vurdu, deyir, buna bax, buna bax, buna zəhv vurur. Hələ evə zəhv vurmayıb. Heç soruşmadı ki, bizdən nə xəbər. Mənə bir də onu deyir. Ağzının sözü qaçırdır ona görə. Hə, ona demir. Sən də Hüseynin, müəllim, deyəcəm sən, müəllim, sən də Hüseynin yanında demə ki, Arzuya hansı kanalına gedib çıxmışdın, səndən soruşanda deyən Arzuya məni prezident aparatından ya Akifi dinər, ya Abbas müəllimidir, Abbas müəllim tuşlatmışdır. Yaxşı, qoy böyük yer olsun, düzdürmü? Qoy böyük yer olsun. Sənin bax bugün Arzu mənə dedi ki, stil plaqa paluçinsa, bütün danışıqları, prosesi qutardıq, müəllim qalır. Mən gəlirəm, gəlib qayıdıram. Zaten mənim dalıb sarda. Quran haqqı, bu